Yayda səbəbsiz asqırıq, qaşınma və göz yaşarması. Bunlar hər zaman sadə bir narahatlıq olmaya bilər. Yay aylarında allergiya halları daha çox görülür. Çünki havada polen, toz və müxtəlif qıcıqlandırıcılar artır. Bəzi insanlarda bu sadəcə yüngül asqırmaqla keçsə də, bəzilərində daha güclü simptomlar yarada bilər. Ən çox rast gəlinən əlamətlər burun axıntısı, tez-tez asqırma, gözlərdə qaşınma, sulanma, həmçinin dəridə qızartı və qaşınmadır. Bəzən insan bunu sadəcə yay yorğunluğu kimi qəbul edir, amma əslində səbəb allergik reaksiyalar ola bilər. Belə hallarda aptekdə mövcud olan antihistamin preparatlar simptomların azalmasına kömək edir. Əlavə olaraq, burun spreyləri nəfəs almağı yüngülləşdirir və burun tutulmasını azaldır. Gözlərdə qaşınma varsa, xüsusilə sakitləşdirici göz damcıları da istifadə oluna bilər. Dəri reaksiyası olduğu isə sakitləşdirici, antiallergik və pantenol tərkibli kremlər dərini rahatladır və qıcıqlanmanı azaldır. Amma vacib məqam odur ki, əgər simptomlar uzun müddət davam edirsə və ya hər il təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki düzgün diaqnoz allergiyanın idarə olunmasında əsas rol oynayır. Unutmayın, allergiyanı düzgün nəzarətdə saxlamaq gündəlik rahatlığınıza birbaşa təsir edir.